Həmçinin belə bir sual gəlir kommentlərin birində ki, qeyd edir ki, əvvəla salam, Bakı, Sumqayıt, indi də Cəlilabadda hicablı qızları məktəbə buraxmırlar. Bu barədə söhbətlər etməyə nə vaxt başlayacaqsınız, nə vaxt bu məsələni aktuallaşdıracaqsınız? Bilirsiniz, keçən dəfə danışdıqda bu barədə. Bilirsiniz, bu hicab məsələsi düzü biz razı deyilik təbii ki, hicaba qarşı ki, fikirlər var. Biz əleyhinə gəlik fikirlərin. Biz Allah və Rəsulü hicab deyib. Əhzab surəsi 59-cu ayədə Allah Teala buyurur ki, mömin qadınlar hamı hicab taxmalıdır. Və hicab İslamla bağlı deyil ki, bir dənə. Xristianlıqla da bağlıdır, Cudlarla da bağlıdır. Yəni İslam hicab İslama xas deyil. Sadəcə bəziləri bundan istifadə eləmək istəyir siyasi məqsədlərə və ya hansısa ölkəyə qulluq edirlər, o bilsin, Azərbaycana qarşı və s. istifadə edirlər. Və həmişə demişik, bu məsələdən istifadə edirlər çox şey. Və burada heç bir məsələ yoxdur, inşallah həll olunar. Amma qaldı ki, məktəblərə, düzdür, bəzi məktəblərdə heç nə yoxdur, amma bəzi məktəblərdə görürsən belə problem var. Əgər qoymurlarsa o məktəbə getməsin, başqa məktəbə getsin. Hansı ki, o yazdır başqa məktəbə, qoy ora getsin. Biraz ola bilsin, aralı olsun. Bunu həll edeyim belə. Bunu şişirtməyə zat səbr lazımdır. Allaha dua eləməklə kim nə bacarır,